Tanınmış aparıcılar toyu neçəyə idarə edir? Fantastik qiymətlərlə tanış olmamışdan öncə burada müsbət işarəsi görürsünüzsə üzərinə basaraq səhifəni izləməyi unutmayın. Oxu 24 bu dəfə tamada aparıcı qismində toy məclislərində iştirak edən tanınmışlarla bağlı araşdırma aparıb. Zahir və Günay Baxşəliyevlər 25.000 manat, Vüsalə Əlizadə 18.000 manat, Nani Ağamaliyeva 16.000 manat, Nərgiz Cəlilova 16.000 manat, Sevil Sevinc bacıları 16.000 manat, Zahir Kamal 15.000 manat, Ergiz Əkbər 14.000 manat, Afaq Gəncəli 10.000 manat, Nigar Camal 10.000 manat, Faiq Ağayev 10.000 manat, Lətafət Ələkbərova 9.000 manat, Zümrüd Bədəlova 9.000 manat, Azər Axşam 8.000 manat, Kəmalə Piriyeva 8.000 manat, Mələk Heydarova 7.000 manat, Ülvira Qarayeva 6.000 manat, İlhamə Bədəlova 6.000 manat, Razi Əliyev 5.000 manat, Günay Fridun qızı 5.000 manat, Mətanət Əlverdiyeva 5.000 manatdan, Könül Muxtarova 5.000 manatdan, Aytəkin Mərdanova 5.000 manatdan, Kəmalə Babayeva 5.000 manatdan, Şəhla Vaqqas 5.000 manatdan, Xuraman Əlizadə 5.000 manatdan, Fidan Axundova 5.000 manatdan, Nazilə Səfərli 5.000 manatdan, Səhər Əkbər 5.000 manatdan, Nara Əlisoy 5.000 manatdan başlayır. Səidə Bəkir qızı uyğun qiymətə, Rövşənə Ağasəf qızı uyğun qiymətə, Nura Suriyi uyğun qiymətə. Görəsən bunlar bu qiymətə aparıcılıq etməsi sizcə dəyərmi və həmin aparıcılar aldıqları məbləğə uyğun vergi verirlərmi, yoxsa vergidən yayınırlarmı? Maraqlıdır.